Bir insan iş həyatında uğursuzdusa, mən onu avtomatik travmalı insan kimi görürəm və o münasibətdən qaçıram. Nə qədər o mənə xoş gəlsə də bu doğru yanaşmadır. Belə çıxır ki, sizə görə bir insan öz işində uğurlu olmalıdır. Bu sizin dəyərinizdir və bizim həddimizə deyil bunu sorğulamaq ki, bu doğru yanaşmadır yoxsa yox. Bu sizin doğru yanaşmanızdır. Siz işində uğurlu bir istəyirsiniz. Yəni bu sizin üçün çox önəmlidir. Başqası üçün bu önəmli olar ya da olmaz. Onu artıq başqası düşünər, o başqasının yanaşmasıdır. Belə olanda avtomatik olaraq özünüz üçün işində uğurlu olan birini seçəcəksiniz. Bu da çox önəmlidir. Çünki təsəvvür edin ki, işində uğurlu olmayan birini seçirsiniz. Aydın məsələdir ki, siz ona hörmət eləyə bilməyəcəksiniz. Çünki onu uğursuz biri olaraq görürsüz. Bəlkə onu özünüzdən aşağı görürsüz. Amma işində uğurlu birini seçsəz, bu adam sizin gözünüzdə müəyyən bir yerdə olacaq ki, bu çox önəmlidir. Yenə deyirəm, heç kimin həddinə düşməz nəyisə sorğulasın ki, sizin üçün doğrular nədir? Sizin doğrularınız sizin doğrularınızdır. Və öz doğrularınıza uyğun insan seçmək düşünürəm ki, çox önəmlidir. O münasibətin həqiqətən xoşbəxt bir şəkildə irəliləyə bilməsi üçün.